Dostlar, Yay Fest 2006 vloguma hoş geldiniz. Bugün yanımda komanda olur. Həzər var. Gəlin sağ müsahibə ver vloguma. Yay Fest'in gözləntiləri nələrdir? Salam, hər vaxtınız xeyir olsun. Bu ay festdən gözləntim yoxdur. Sağ ol. Sənin gözləntin nədir? Məncə maraqlı olacaq. Yəni əslində 5-də durub Sumqayıtdan gəlmişəm mən. eyni vəziyyət 5-də durmuşam mən də. Bilirəm necə olacaq. Məncə maraqlı olacaq. Əslində maraqlı olmağı qrup uşaqlar nasıldır? Məncə mənim komanda yoldaşlarım çox əyləncəli bildilər. Məsələn, İnşallah maraqlı olacaq. indi gedirik sevincə bağlanırıq. Səncə Yay Fest necə keçəcək? Ümid edirəm ki, çox yaxşı keçəcək. Çünki mənim buradan tanışım var. 2 dənə qızı tanıyırmışam. Qrupda gördüm, çox sevindim valla. Çox yaxşıdır. İnşallah yaxşı keçər deyə düşünürəm. İnşallah, mən də düşünürəm. Eliyar bəy, salam. Necəsiniz? Təzə vlog, option. Təzə vlog, təzə üzlər. Yeni. Sən heç vlogumda yox idi, Doğru, YouTube'da. çox səhvə Hə, Yay, Nənəmə də salam deyirdi. bir də de. Nənə bir də salam. Nənə salam. Yay Fest səncə necə keçəcək? Məncə əla keçəcək, elə düşünürəm. Yəni buradakı insanlar da çox mehriban, çox canlı. İnşallah maraqlı keçər. Hələ ki yola çıxmamışıq. İnşallah axşama çatarıq. Axşam nədir? O yumurta yeməyini orada yeyəcək. 2 saat sonra çatarıq. 2 saatlıq yolda hələ abidəmiz müzakirəsi amma. Abidənin nəyi olur? Görünmür yolsuz. Abidəyə gedir Sərgül Qorsun. Nə olur o? Ziyarət. Hə, ziyarətimiz də var elə abi. Dostlar, Yay Festə gəldiyimizi bu yol getdiyimizdən bilə bilirik də. Yəni bu yol gedirsənsə Yay Festə gəlirsən demək. Bu arada rəsədxana buradadır və əgər rəsədxanaya gəlsə biz bu yola ayaqla gəlməliyik. Ona görə də mən gəlmək istəmirəm məsələn. Amma hikingə də getmək istəyirəm. Tipik yapmasam acaba. Rəsədxanayı seçirsən amma. Deyəsən hə, Mesut gələməyebilirim. Mesut gelemeyebilirim. Bu vaxta qədər belə deyək, artıq komandamızı Gənc mütəxəssislərimiz və çox da istəyərik ki, Demək, biz bugün gəlmişik Yay Fest'də iştirak eləməyə. Qaqa, ürək sözlərinizdir. Zəhmət olmasa, əlimdə tuturam. Mən Hələ ilk həftədə heç kim haqqında yaxşı və pis heç bir şey demək istəmirəm. sağ olun, ürək sözlərinizdir. Məncə yaxşı uşaqlarsınız. Allah sana sağ eləsin. Hamıya xoş əyləncələr. Amin. Qaqa, gəlin görün məhər, qaqa. Nə deyim bilmədim. Qaqa, sən gör. Çox sağ olun. Söz verdiyiniz üçün çox sağ olun. Təşəkkür edirəm hamınıza. İnşallah maraqlı xatirələrimiz olar. Uğurlar, xoş əyləncələr hamıya. Bu qədər. Bəli, mən də demək istəyirəm ki, Deyəcəm. bu günü təşkil edən insanların Allah canını sağ eləsin. Bütün maraqlı gün qalır, xatirə qalır, insanlar qalır. Sağ olun, bu qədər öpürəm sizi. Danışmayacağız. YouTube kanalımıza da abunə olun. YouTube kanalına abunə olun, tıklayın. Qoşuluram mən də təbriklərə. Arzu istəyirəm. Allah xoşbəxt eləsin. Mən də. Axşamınız bugün ilk gün idi. Hələ ki deyil, amma yatmağa gözləyirəm. İnşallah bundan sonraki günlər yaxşı keçər, daha yaxşı keçər. Ürək sözlərim hələ ki hamını tanımıram, amma normaldır. Buradan bitirən kimi hamını blok atacaq. Birinci qrupdan çıxacaq. Mən də eynəm soğuyam. Allah oğlan istəyirlər, oğlan istəyirlər. Bugün Yay Fest'in ilk günümüzdür, hələ ki yaxşı istəyirlər. Bir gecəni yola verək, ondan sonra biz yenidən bölüşəcəm. Nəysə, mən bu mikrofonu prosta belə götürdüm, yəni vlogda olum deyim. Başqa da heç nə. Abunə olun. Deməli dostlar, Yay Fest'in ikinci günüdür. Biz səhər oyanmışıq. Gecə necə keçdilər? Gecə soyuq. Yəni mənim çadırım yer elə idi ki, sağa sürüşürdüm. Dedim sürüşüb düşərəm otluğa. Yəni belə soyuq idi, çox soyuq. Necə sürüşürsüz? Necə yer düz deyil, elə belədir. Mat da ki sürüşkən altından sərmişəm deyə, vəbşəm düşürdüm orada.
Oğlanlar deyirdi ki, bəs qoyuruq, məsələn üçün burada uzanıram da, bir də oyananda görürəm ki, beləyəm. Belə uzanır, belə olursa. Başa düşmədim o necə olur, O amma boşluq olurmuş. olan yerə bəziləri çamadan zad qoyur. Ana yaxşı, sən necəsən? Sabahın xeyir. Mən belə Nəysə, indi belə. gedirik idmana. Gecə mən hiss eləmədim, amma soyuq falan, direkt yatmışdım. Amma səhər duranda həm qızların səsinə oyandım, həm də ki, ayağım inanılmaz ağrıyırdı. İndi keçib düzdür. Amma yəni qorxurdum ki, yağış falan yağar. Çox soyuqdur. Səhər də durdum, gördüm hər yerim quruyub. Sonradan açıldı. Donurdum səhər soyuq. Donur deyə. Bu qədər. Ya Amma biz şey- gəlirsinizsə bunları nəzərə alın. Bəli. Amma günortalar yəni isti olur. İndi günəş çıxır. Ömür şərbi, məhəbbətli, ömür şərbi, məhəbbətli, məhəbbətli. I want you to stay till I'm in the grave. Till I Necəsən sən? Yaxşıyam. Sən? Turan ne demek istedi? run away, dead and buried. Till I'm in the casket you carry. You go on. Bakın sen zan bakın. Sal babara bu. Dostlar, uşaqlar burada oyun oynayır, voleybol. Mən oynamıram, mən onları inşallah çıxaracağam. Beyler görüm sizi. Zayıf yok ben anladım. O hesabı tabii. Bir. Kime göre elde çekilir? Bir. İki. Bir. İki. Deməli dostlar, bu gün artıq Yay Festinin 4-cü günüdür və buradakı son gecəmizdir. Çadır əraziləri belə idi. Bunlar qızların çadırları idi. Burada bir məlumatı da verim. Keçən Airsoft bizdə komandalar şəklində olmuşdu. Yəni bir-birimizlə yarışmışdıq. Amma bu nəsə problem olub, daha doğrusu keçən problem olub. Yəqin ki, bizdən sonraki həftələrdə olub. Ona görə də bu il sadəcə tək atış eləyirdiniz. Yəni tək olaraq hədəfi qoyurdular, siz burada qalırdınız, hədəf orada qalırdı, siz sonra vururdunuz. Bu daha maraqsız idi deyə iştirak eləmədim. Amma keçən maraqlı idi, keçən yarışmışdıq çünki. İndi sizə deyəcəm ki, festə gələndə nələri gətirin, nələri gətirməyin. Ümumiyyətlə özünüzlə gətirə bilirsinizsə bir dənə balaca amma rahat bir balış gətirin. Yorğan gətirin üstünüzü örtməyə də, altınızı örtməyə. Qalın geyimlər axşam üçün mütləq gətirin çünki soyuq olur həqiqətən də. Diş pastanızı, diş fırçanızı, yəni gigiyenik vasitələrinizi də gətirin. Əlavə olaraq powerbank gətirin, günəş kremi gətirin. Mənim yadımdan çıxıb bu arada bugün vurmamışam. Normalda hər gün vururdum. Termosunuzu gətirin. Başqa raket falan gətirə bilərsiniz, qalın şeylər maksimum. Yəni belə. Bu arada tulumun içərisində mən keçən il gəlmişəm, bu il də gəlmişəm, amma heç vaxt tulumun içərisində yatmamışam. Amma uşaqlar deyir ki, tulum hissi saxlamır və s. Deyirlər ki, nazik geyinəndə saxlayır, amma o da saxlamır. Ona görə də qalın geyimlərinizi gətirin. Bəli dostlar, bu günlər 4-cü günümüzdür. Sabahları inşallah sonuncu günümüz. Yəni, bu günləri yatmaq deyəndə, bu gün həqiqətən yaxşı yatdım. Pis deyildi, amma ondan əvvəlki gün çox pis idi, hər yerim ağrıyırdı. İndi də səhər idmanından sonra yeməkdir. Hələ ki verilməyib. Bu arada yeməklərini mən sevmirəm. Sevənlər var, amma mən xoşlamıram. Dadsız, duzsuz bir şeydir. Ancaq ucuz şeylər verir.
Sərf edirəm, amma ortam mülk, əladır da yəni. Yəni dostlar falan, komanda yoldaşlarım həqiqətən çox yaxşıdır. Belə ərazisi də çox genişdir. Mənə deyirdilər ki, çox isti olacaq, nə bilim, dəhşət, səhrada elə bir, amma elə bir şey yoxdur. Soyuq olmayını soyuqdur, amma belə dəhşətli isti yoxdur. Ya maraqlı vaxt keçiririk uşaqlarla, oynayırıq, təlimlərimiz olur. Belə. Komandadan bir nəfəri seç. Onun üçün 3 dənə müsbət, bir dənə mənfi keyfiyyətli olan bir şey deyirəm. Həsənov Kənan. Yox, Kənan yox da, yaxşı Kənan olsun. Kənan, Müsbət gəl bura. hissə yoxdur, ancaq mənfi saya bilərəm. Bir dənə müsbət istərəm abi. Pozitivdir, Ha. Gələcəm əyləncəlidir. Komanda ruhunu formalaşdırır. Bu müsbət tərəfləridir. Mənfi tərəfi də çox yeyir. Düz deyil, bizim yeməklərimiz tam Mənə imkan vermir ki, yemək yeyim. Bir dənə sual verəcəksən, amma dünyadakı hər kəsədir. Bu sual nə olar? Nə üçün varıq? Çox fəlsəfi düşünürsən. Fəlsəfi suallar istəyirsən, verirsən də özün. Tarixdə yaşamaq istədiyin bir dövr hansı olardı və niyə? Viking dövrü, bəli. Çünki biz vikinglərin, Bəli. bilmirəm o məsələ hardan çıxdı, amma Oslo, yəni Norveç. onları bir-birinə ən çox nəyə yaxınlaşdırır səncə? Ortaq ağrı yoxsa ortaq sevinç? Ortaq sevinç. Yəni ortaq ağrı. İnstinkt. Heyvanlarda da. Ortaq sevinç. Nə? Deyir, hayvanlar koklaşa-koklaşa, insanlar konuşa-konuşa. Balinalardan betər günə qalacaq. Amma növbəti 100 illikdə, növbəti 5 illikdə istilikdən duramayacaq. Çəkirsiniz. Xəbər verin də. Balinaların vəziyyəti deyəndə balinaları deyə bilmərəm. Yəni onların əsas problemi ovlanmaqdır, qanunsuz ovçuluq. Amma şimal qütbündə də hardadır, Antarktidadadır, coğrafiyam yaxşı deyil. Oradakı qütb ayılarının və pinqvinlərin vəziyyəti yaxşı deyil və ola bilər ki, instinkt nədir Azərbaycanca? Yoxa çıxsınlar. Növləri yoxa çıxsın. Kəsilsin. Bəs nə tövsiyə edirsiniz bununla bağlı? İnsanlara nə çağırışır? Və bu Yayfız komandasına nə çağırışırsınız? Balinaların qeydinə qalsınlar idi. Hə, yox, ona əsasını cavab verim. Siz atın su içdiyi yerinə su içərsinizmi? Nə tövsiyə eləyirəm? İnsanları qırmağı, bəli. Atın su istəyir. Bizim indi içdiyimiz sular milyon illər əvvəl su idi. Dinozavrların içinə girib çimdiyi su içirik də onun üçün. Ay Allah, temanı bilmirsən də zarafat. Yo. ITV-də deyir. İntellektual suallar verirəm. İnsan bədənindəki ən sərt maddə hansıdır? Nə? İnsan bədənindəki ən sərt maddə. Maddə yox. Hə, maddə. Amma orqanlardan demək. Yox, maddə. Yox, orqanlardan biridir. Bombas orqanım. Ən böyük orqanım deyirsən. Sümük deyirsənsə bu sümükdür. Yox, başımızdadır, onu Diş, deyirəm. diş. Dişin nəyi? Dişin mina qadı. mina qadı. Qoymadı, nədir? Odlar yurdu hansı ölkəyə deyilir? Odlar yurdu. Təbrik edirik. Bizdən bir ədəd yuxu tulumu qazandınız. Leonardo da Vinci'nin Mona Lisa tablosunda Mona Lisa tablosunda modelin qaşları niyə yoxdur? Hiç çatdıra bilmir. Yox, Əslində məncə o qaşları o var. qadın idi. Nə idi? Qadın da. Qadının qaşı olmur. Bu qaş deyil. Yox, heç çatdıra bilmir. Elə şey olursa 10 il üstü güneşliyib, 5 il işləyib. Kaçlar çatmıyor. Yox, hayır. Yine qadınlar. Mona Lisa'nın tablosunun rəngi tamam başqadır. Sadəcə illər keçdikcə köhnəlib rəngi solur. Yaxşı, dayanıb. Cavabı odur ki, o dövrün İtaliyasında zadəcən qadınların qaşlarını yolurmuşlar. Kənan onu Gözəllik demək istəyirdi, standartı. vaxt azlığından çatdırmadı. Deyir ki, 3 dənə alma, 2 dənə portağal, 11 manat. Nə? 3 alma, Hə, 2 portağal, 11 manatdır. Hə. 2 alma, 3 portağal, 9 manat. Aha. Bir alma neçə? Asıl oldu ne təbirli yazır. Parmağı təbirli. Namik nə qədər maaş alır? Rahat bir soru. 11 manatdır. 11 manat. 2 alma, 3 portağal, 9 manatdır. Onda burada narı günahı var da. 1-2 manatdır. Elə olsa alçanın kilosu neçəyədir? 7 manat.
Pas, pas. Pas. Yaxşı bilmirəm. Cavab 3 manatdır. Pas. Alma 3 manatdır, portağal 1 manat. Sonsuzluqda 1 çıxsaq nə olar? Sonsuzluq. Sonsuzluq çıx 1. Sonsuzlukta bir sıra olur. Zeki insanlar sonsuzluq andır da. Bu nədir ki? Zamanı ölçə bilirik amma tuta bilmirik. Bu nədir? Saat, günəş, Ölçə bilirik amma tutamırıq. saat. Zaman. Zamanı. Tam zaman idi. Həqiqi saatı çox bilirik. Da. Sual saldı. Sual saldı. Deyir ki, səhər 4 ayaq, günorta 2 ayaq. Kenan, Kenan, Kenan. Sen Sen de gel de buradan müsahibə ver. Gəl görüm. Həyatda elə Kenan Həsənov idi. Hamı şey. Eydi. Həsənov Kenan hanı? Arkada qalıb baxıyorsun. Elə bilirəm. Mən özüm üçün. Günorta 2 ayaq, axşam 3 ayaqlı gəzən nədir? Kenan Həsənov. O da ölümün qayıtlarıdır. Doğulanda 4 ayaq, adi insan. İnsandır. Uşaq vaxtı sürünür, böyüyəndə 2 ayaq olur. Valla Kenan hələ də Qocalandı 3 ayaq nə olur ki? Kenan hələ də sürünür. Gəl bu tərəfə düşmürsən. İnternetdəki o www var, onun mənası bilirsiniz. World Wide Elə oraya qədər biliyanmız. Walking word. World Wide nəsə? Mənə bax, mənə bax. Şey, Hacı. Verərəm. Amma 5 manat yox. Hamı yerləşir. Yaxşı Bir verərəm. səhər yeməyi verər. Dünyada ən çox danışılan ana dili. Yoldaşlar, müxbirimizi dinləyək. Bu dili bilmirsiniz əminəm. Yo, yo. Nə? Sual Mandalin. Hər düz sizə mandalin sizin. Çin'də mandalin. Wikipediyası olmayan ölkə hansıdır? Azərbaycan. Vikingler. Norveç. Wiki ilə bağladı. Çaşdırıcı sual da verə bilərəm. Wikipediyası olmayan ilk ölkə. Yo, Wikipediyada olmayan ilk ölkə hansıdır? Vatikan. Yeni Zelanda. Hə. San Marino, Asiyadadır, Avropadadır. Yoxdur. Elə bir şey yoxdur. Coğrafyanı Hər bilir. yerdə var. Tapdım Coğrafyanı da. bilir, su Mən kimi düzədim bilir. də. Yoxdur. Nə dedi? Hə, Yoxdur dedim. Alqışlayaq da şu an. Bəsdir də. Oxuyur burada. Hansı ayda İsmail 28 gün var? Fevral. Bütün aylar. Fevral kimin ya? Bütün alqışlayın. Yaxşı. Ahtapotun neçədə ürəyi var? 5 tane. 8-dir, hər keçində bir. Bir tane de ya canlıdır da. Yok yok. Yo, onlar ölümsüz olurlar. Ölümsüz olurlar. Elə şey olur. Ha. Ölümsüz deniz anası. Ha. Doğrudan Ha ölümsüz. ölmüş. Nədə aşılar bunlar? Başa düşmürəm. 3 sənə. olur bunlar. 3 sənə ürək. Bak oyun değil mi? 3 tane sen hakkından başlayırsan oyuna. Teşekkür ederim. Gedir bax bizəsi. Regenerasiya eləyir. Öz Erkəkdə ölür. Öz ölür. Yaxşı, yaxşı, yaxşı. Ay, şey yandan Bayaqki keçirənlər Həsənə soraq şey demişdi. Nəysə, ondan sual verirəm. İçəri yox. Kız galası. Kız galası. Yox. bizə. İçəri şəhər UNESCO siyahısına neçənci ildə daxil oldu? 2011-dən zaten başlayan. 1940'da. Görürlər. Baxdın. Mən alqışlayacağım səni. Böylədir zəki itimiz. Bir adam 17-ci mərtəbədə yaşayır. Hər gün liftlə 1-ci mərtəbəyə düşür. Amma evə qayıdanda 10-cu mərtəbəyə elə liftlə qalxır. Qapını qalanını piyada çıxır. Niyə? Neyse. Yok. Neyse sualı verirəm. Mən qulaq asın. Qulaq Görürsünüz, başa asın. düşürəm. Qulaq asın. Sualı verirəm. Qulaq asın. Hansı söz bütün lüğətlərdə səhv yazılır? Səhv. Səndə də var idi o sual eləmi? Yox. Sən Bilirəm sözün bunları. səhv yazılır. Bəs yaxşı. Bal niyə 1000 illərlə qalsa da xarab olmur? Tərkibindəki şey. Şəkər var ona görə. Yo, amma ye, işim sağ. Bakteriya yaşaya bilmirsən. Baba sən kəllə səni. Fıçıka fıçıkaca. Sual verir ya. Gədən gəl asıbı müsahibə verir. Yavaş yavaş yavaş. Her kameraman orada değil mi? Bir daha böyle. Demək iki ata və iki oğul ova gedir. 3 dovşan vururlar. Həriyə bir dovşan düşür. Bu necə olur? Amma onun hamısı bilirsiniz. Gözləyin. Dəniz ulduzlarının beyni və qanı varmı? Var, yoxdur. Yox, niyə ki? Var.
Niyə yoxdur da? Ağlı olsaydı. Çünki Qanın səbəbi nədir? beyni yoxdur. Qanı var, beyni yoxdur. Okeanın tozlu olsaydı. Qan əvəzinə su dövran edir onda. Beyni var İlk dəfə bəs. təyyarə qayıran Reid qardaşlarının əsas peşəsi nə idi? İlk dəfə təyyarə hazırlayan. Kimyager. Məntiqli o da. Bizi başı çəkəni göstərmir burada. Amma yenə Ha, oxudu. nə idi, nə idi? Kimyaçıdır. Kimya, nə əlaqəsi? Gəl bir balıq tutan. Kuş ovlayan. Yox, velosiped ustası. Nə əlaqəyə? 1-dən 100-ə qədər olan bütün ədədləri yazsaq 9 rəqəmdən neçə dəfə istifadə edirik? 20 neçə də. Yox, 11 dəfə. 50 nə hesabladı? Bunu 100%. 100 deyil əslində. 99 da var. 89. 21 dəfə. 11 dəfə. 19 92, 93. Ay, hamısı yaxınlaşır. 91, 92, 93 onlar da var. Gəl sayaqda dostum. Yox, 20. 91, 92, 93. 89, 99. Yox, 91, 92, 93, 94, 95. Fabulous robot in town. I'm not just any machine. I like to move it, move it. I like to move it, move it. I like to. Artıq biz yüzsə zəng elədik otağa. Ətrafa da baxdıq, təhlükəsizlər və Biraz yuxarı, biraz yuxarı. Mərkəz olmalıdır. Teyze salam verin. Kral doğum. Deməli yazdığımız nədir hələ ki? Bax birinci gecənin soyuğu da. Bu yenə biz qıy verəcəyik sadəcə. Nə çörək məsələsi? adilə də məmur. Sağ ol, qaqa, sağ ol. Görünməyəsən, qaqa, gəlim kömək eləyək. Ərazlərdə artıq suyun olmaması deməkdir və müxtəlif dünya ictimaiyyətinin diqqətində Leyla xanım Əliyevan təşəbbüsü ilə Qafqaz bədirinin Skyface hala ki, hələ ki deyəndə axırıncı gün. 5-ci ildə evə gedəcəyik birazdan. Amma yaxşı keçdi, çox maraqlı keçdi, əyləncəli idi. Və bu qədər gözəl dostlar tanıdığıma görə çox məmnunam. Yəni hər biri çox yaxşı insandır, fərqli-fərqli, müxtəlif xarakterli insanlardır. Hamısını da tanıdığıma çox məmnunam. Onlardan ən birincilərdən biri Fidandır. Fidanı da təbrik edirik. Bu günləri 4-cü aldıq Fidanla, Demokratik Kongo adı. Kongo, Demokratik Kongo, Kongo, Demokratik Kongo. Təbrik edirik. Prezidenti də budur Demokratik Kongonun. Bəli, prezidentimiz fikirləriniz nədir? Yəlfəs haqqında mı? Yox. Düşərgəmi, yoxsa komanda? Bayanlarda oynadığımız yarış. Sən prezident orada sən prezidentsən də. Hə də, yəni komanda rəhbəri mən idim, amma belə bir şey var ki, dostlar, mən bizim hədəfimiz birinci olmaq deyildi, axırdan birinci olmamaq idi. Yəni mən orada prioritet kimi qoymuşdum ki, altıncı olmayaq. Və biz amma dördüncü olduq. Yəni bu da böyük bir şey idi. Amma neçə oyunu birinciliklə bitirdik. Buna görə Demokratik Kongo üzvlərinə, Demokratik Kongo üzvlərinə dərin təşəkkürlərimi bildirirəm və komanda yoldaşlarıma ayrıca çox sevirəm. Bizim 4-cü olmağımızın əsas səbəbkarı bizim motivasiya mənbəyimiz olmamağı idi. Bizim team lider bizim başımızda değildi. Bu qətiyyən qəbul edilər bir şey deyil. Ona görə team liderimi buradan qınayıram. Bizim yanımıza değildi. Şöyle danış istəyir. Nə danışım, dinən də. Mən danışda Yəlfəs haqqında, Skype haqqında, gənclərə məsləhət verir, nəsə bir şeylə. Bu iki hərfəsi. Bu iki hərfəsi bəyənmədim keçən ilki qədər. Uşaqlarda biraz pasiflik var idi. Çox o dərəcədə əylənmirdilər. Hərə 3-4 nəfər otururdular, elə vaxt keçirdirdilər. Belə amma ilk scout təcrübəm idi düşərgədə. Gənclərə məsləhətim odur ki, əylənmək, öyrənin, əylənin, kef edin, qruplaşmayın, hər şey yaxşı olacaq. Bir salam. Sağ ol. Necəsiz? Yaxşımısın? Düşərgə. Mən sən sual Mən deyim. Mən Mən sənə sənə bəyəm. bəyəm. Tamam, yaxşı buyurun. Yaxşı sən sual. Düşərgə barədə ilkin fikirləriniz nələrdir məsələn? Yəlfəsdə ikinci gəlişimdə, amma axırıncı olacaq çox güman ki, bu qədər çadır həyatı da bəs elədi, mənə Şamaxıda bəs elədi, yetər.
Mən belə düşünürəm ki, bu mənim 23-cü düşərgəmdir. Scout kimi ilk dəfə qatılıram. Bəli, 30 yubileyimi keçirəcəm. Çadır həyatı biraz çətindir açığı, qalmaq çətindir. Yerlər çünki belə olur, biz belə yatırıq. İndi YouTube-da izləyicilər də bilsin ki, çadırda bəzi çadırlar belədir, bəzi çadırlar belə olur. Sənə düz idi, hə. Maraqlı idi, çox yorulduq, yuxusuz gecələrimiz də oldu, amma bayağı mən əyləndim şəxsən, mən öz fikrimcə. Bir dənə video var deyir ki, mən komanda yoldaşımı çox sevirəm. Üçüncü şəxs olaraq mən qatılıram. Sabahınız xeyir. Salamlayırıq. Ay, sən öz boyuna uyğun qoymusan, mən də şey olur. Biz əylə danışaq, hə. Hə. Deməli, o qədər də çətin deyil əslində. Neçə ildir kampa gedən biri olaraq deyirəm bunu. Sazı gətirdiyimə, gətirmədiyimə daha doğrusu çox üzülürəm. Bəli, biz pişik əti yemədik bu gün, quru bağa Pişiklər də çox ətli idi bu arada. Qəşəng pişiklər var idi, sac eləyəcəkdi. Qəşəng pişiklər var idi, bişirib yemədik onlar, çox peşman. Çox qəşəng pişik əti var idi orada. Mövzu niyə bura gəldi ki? Hə. Pişik əti yeyirsən. Hə, videonu burada yekunlaşdırırıq. Sağ olun, salamat qalın. Mən yekunlaşdırmıram. Abi də sizə bir şey göstərim gənclər. Nə göstərirsən? Sumka. Sumka deyil bu arada, evdir. Burada ev var. Linkini paylaşarıq. Linki bioda. Temul. Sağ olun. Gələn görüşlərə qədər təşəkkür edirik. Bu arada mən özümü təqdim edim. Mən Vüsal Abbasov, həmkarım Əliyar. Əbə. Və kanal sahibi Zeynəb. Mən əvvəl bilirdim ki, Elyardı prosta məzələmək üçün Əliyar deyə çağırırsın. Sonra gördüm ki, həqiqətən elə bir adam var. Ədyal deyən var idi. Ədyal olsun sənə. Yox, dəyişdir. Bəli, məncə yekunlaşdıra bilərik. Hə, videomu burada bağlayaq. Çox sağ olun, təşəkkür edirik. Dostlar, axırıncı şəkilimiz. Onlardan bir nəfər götürənə, götürən çömələklərə basın. Əyə çöməlməyə başım bura. Mən çəkmir. Vüsal paylaşıb mən. Seçdim də səni. Şəkilimizi. Yaxşı, səni seçirəm. Elə buna görə. Yo, belə. Sən də özündə sən çoxludan olsun. 20 yaş var ya bunu. Kaç yaş? Mənim 50. Deməli, sizinlə 5 günlük bir yay test sərgisini yekunlaşdırdıq və mən çox şadam ki, sizin kimi hamınızdan razıyam, sizin kimi bir komandam oldu. Hər birinizdən həm mülayim, həm necə deyim, yeri gələndə intizamlı, yeri gələndə necə deyim, tərbiyəli, əxlaqlı bir komandam oldu. Hər birinizə təşəkkür edirəm. Sözümü elə salmadığınız üçün, hər bir tədbirdə aktiv olduğunuz üçün hamınızdan minnətdaram. Sizi tanımaq mənim üçün xoş oldu. Ümid edirəm ki, gələcəkdə hər birinizə gələcəkdə yüksək vəzifələr, yüksək yerlər arzulayıram. İnşallah ki, bu dostluğumuzu da daim irəli aparaq, sürdürək, davamlı olsun. Takipdən çıxsa, kimsə takipdən çıxsa, şəklin qoy yemək, çay yeməyə. Məcid çıxmışam. Pərviz, Afan xidmətin bir Mən də hər birinizi tanımağa çox şad oldum. İlk başda mən də hamınıza yeni fikirdəydim, biraz soyuqluq idi. Mən də küçük idim. Nə xoş ki, siz tez qaynadıq, qarışdıq, o güvəni hər birimizdə yaratdıq. Dedik, güldük, əyləncəli bir müddət keçdi. Ən azından çönüb geriyə baxanda, dostlarımızla oturub danışanda xoş xatirələrimiz olacaq daim danışmağa ki, belə xatirələr yaşamışıq. Ona görə də bizi burada birləşdirən elə Yay Festdir. Yəni, Yay Festə təşəkkür edirik. Hamı civciv axtarırdı ki, hardadır? O civciv orada, hamınız bundan söz. Bundan. Mən yarım bir video çəkəm. Gözleriniz aydın olsun. Alkışlar. Aydın olsun. Alkışlar. Nişanlım bugün gelir. Alkışlar. Bizdə qaldı. Alkışlar. Oğlanı dərd apardı. Alkışlar. Dərmanı qızda qaldı. Alkışlar. Akşam gel bize. Alkışlar. Kardeşim
Demək dostlar, orada bir dənə bildiriş gəlir. Ona basın, ekrana tıklayın. Like atın. Like atın. Kanala abunə olmağı. Hə.